Skandal magazini salamlayıram. Xoş gördük. Bu 2017-ci il mənim Crystal Hall konsertimdir. Bu obrazın stylingi Ruxaya, geyim isə Rıfat İsmail'a aiddir. Deyərdim ki, ən uğurlu obrazlarımdan biridir. Aha, bu obraz 2006-cı il Kremli konsertimdə olan obrazımdır. Burada modelyer Saşadır. Saşadır. Bunu mən elə indidən son sıralara qoyarım. Aha, deməli bu mən Aygünəm klipindən olan obrazdır. Bu obrazın stilisti Siyamadır. Bunu da ön sıralara yox, biraz arxalara atarım. Vay dədə quş. Bu 1999 ya 98-ci ilin obrazıdır. Bu obrazın müəllifi Raf Sardarov'dur. Bunu belki de en axırıncı sıraya koyarım. Wow, bu Türkiye'de çekilen fotosesiyamızdandı. Buradaki bütün obrazlar hamısı Rıfat İsmail'e aitti. Bunu ben ön sıralara getirərəm. Aha, bu obrazım benim bir reklam çarxının obrazıdır. Burada şerif obrazındayım, rolündeyim. Bunu ise mən elə uzaqlara atardım. Deməli bu geçen il yox, ondan 2 il əvvəl Dreamfest'te qırmızı oranjlı halıda geyindiyim libastı. Bu obrazında stylingi Ruxaya, geyim ise Rıfat İsmail'a aitti. Bunu ön sıralara yaxınlaşdırardım. Bəli, bu mənim Moskvada keçirilən fotosesiyamdır. Bir neçə il bundan öncə. Bu mənim çok sevdiğim ailenin bir el işidir. Bunu da orta sıralara atarım. Vay dədə quş obrazlarımdan biridir. Deməli bu Türkiye'de 9-8 müzik şirketinde çalışanda Selim Akar'a ait olan fotosesiyadır. Elə styling de Selim Akar'a aitti. Bunu sonlara atarım. Aha, bu 1999-cu ildə ki obrazımdır. Burada stylingdə, geyimin özü də, forması, obrazı da elə özümə aiddir. Heç kim məndən küsməsin, inciməsin deyə elə bunu birinci yerə qoyaram. Skandal magazin. Deyəsən bugün bizdən skandal çıxmadı. Çünki seçim ən əsas dostlarımın arasında oldu. Və skandaldan uzaq olmaq üçün elə öz seçdiyim obrazı, elə özüm stilisti olduğum obrazı birinci yerə qoydum.